balıqdan 52 bal topladı. Digər müəllimimiz də Nurlan müəllim idi. 60 balıqdan 56 bal topladı. Nurlan müəllim dedi, son dəfə girib dedi, müəllimlərimizdən halallaşım, həm sağollaşım, həm də indi ürək sözü var, ehtimal ki, ona görə dərsimizə təkrar qoşuldu. İndi sözü verirəm Nurlan müəllimə, buyurun. Nəsə ürək sözünüz, nəsə tapşırınız varsa buyurun. Çox sağ olun Bilal müəllim. Minnətdaram sizə. Həqiqətən yəni siz öyrətdiklərinizdən düşmüşdü. Mən də belə deyim də fiziki tərbiyədən elə də anlayışım yox idi. Birinci imtahandan düzdür keçmişdim, amma belə deyim də fiziki tərbiyədən 10% ancaq bilərdim. Amma sizin sayənizdə bir 80-90% mənimsədim bu idmanı, ixtisası. Suallar da normal suallardı. Yəni elə də çətin deyildi, amma belə 2 tirəli suallar biraz çox idi. Gərək diqqətli oxumaq lazımdır sualları. Siz dediyiniz kimi diqqətli oxuduq. Hardasa ixtisasdan belə deyim ki, 49-50 yazmışam, amma imtahandan 1 saat tez çıxdığıma görə o cavablar çıxmadı. Dedilər bir həftə ərzində göndəriləcək sizin şəxsi kabinetə. Onda sizinlə paylaşacağam mən. Çox gözəl. Yəni buradakı müəllimlərə də deyirəm ki, yəni həyəcanlanmaq lazım deyil. Dərslərdə yaxşı iştirak eləsinlər, oxusunlar. Ən əsası oxumaq. Oxudularsa keçəcəklər imtahana. Yəni belə. Kurikulumda normal suallardı, çətin suallar deyildi. İdmana uyğunlaşdırılmış suallar idi. Yəni diqqətli olsunlar. Əsas odur ki, diqqətli olsunlar. Diqqətli olsalar qəşəng yaza biləcək. Bir də həyəcanlanmasınlar. Yəni əsas odur. Sizə də minnətdarlığımı bildirirəm. Çox sağ olun. Haqqınızı halal eləyin. Belə. Sağ olun müəllim, hər şey halal olsun. Gücümüz nəyə çatdırsa imkan daxilində elədik.